Bakıda Dövlət Sərhəd Xidməti mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar barəsində olan həbs qəti imkan tədbirinin müddəti uzadılıb. APA xəbər verir ki, Xətai rayon məhkəməsində keçirilən prosesdə bununla bağlı təqdimata baxılıb. Məhkəmə təqsirləndirilən şəxslərin həbs qəti imkan tədbirinin müddətini mayın 5-nədək uzadıb. Qeyd edək ki, yanvarın 4-də saat 3 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib. İdmançıların Dövlət Sərhəd Xidmətinin mayoru, kickboks üzrə əməkdar məşqçi və əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilib. Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıb. Hadisənin sifarişçinin Kickboks Federasiyasının 1-ci vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb. Xətai rayon məhkəməsinin qərarına əsasən saxlanılan Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində 3 ay müddətində həbs qəti imkan tədbiri seçilib. Elvin Məmmədov barəsində isə polis nəzarəti altına vermə qəti imkan tədbiri seçilib. Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci bir qrup şəxs tərəfindən xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb.